Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də. AFFA U11 Liqası Baku Sporting Araz Bakı görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl futbol izləyərək. Oyunu Anar Kərimli idarə edir. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə qonaq komanda Araz Bakı. Qapıda 1 İbrahim Məmmədli, 5 Nihat Ələsgərov, 7 Bünyamin Nəriman, 9 Fərman İsmailov, 16 Yusif Teymurzadə, 20 Hüseyin Allahverdiyev, 6 Hüseyin Məmmədov, 11 Məcid İbrahimli. Baş məşqçi Mənsur Əhmədovdur. İndi isə Baku Sporting. Qapıda 1 nömrə Adəm Əlizadə, 4 Adəm Davidov, 7 Ayxan Abbas, 9 Rinat Kərimli, 11 Nihat Verdiyev, 15 Taqverdiyev, 18 Elcan Həmidov. Baş məşqçi Şamil Məmmədov, digər oyuncular 16 Yusif Zəkiyev, 2 Hüseyin Allahverdiyev, 8 İsa Əlizadə, 19 Sedat İsrafilov, 19 14 Amin İsmailovdur. Hörmətli futbol azarkeşləri qeyd edim ki, U11 liqasında ikinci dövrənin birinci turunun oyunları keçirilib. Fərman və hakim bildirir ki, bu epizodda qayda pozulmuşdu. Təhlükəli nöqtədən Baku Sporting cərimə zərbəsi yerinə yetirməlidir. Topun gerisində yox, Ayxan Abbas olmayacaq. 2 nəfər canlı sətdə yer alıb. 4 nömrə Adəm Davidov məşqlərindən son tapşırıqlarını alır. Məsafə o qədər də uzaq deyil. U11 liqasında dəfələrlə bu cür mövqelərdən gol izləmiş ki, yerlə qapıya zərbə indirməyə çalışırdı, amma istədiyini reallaşdıra bilmir. Bünyamin topu irəli vurur. Ayxan topu meydanda saxlaya bilir. Yerində çevrilməyə çalışırdı, amma Hüseyin buna cəlmə zərbəsindən Araz Bakı topu oyuna daxil edici. Qapıya zərbə, top qapı dirəyinə deyərək oyuna qayıdır. Bünyamin topu meydanda saxlayır. Mərkəz istiqamət ötürmə, Taqverdiyədəyəm top. Out. İbrahim topu oyuna daxil edəcək. Görək ötürmə nə kimə verir? Nihat. Rinat qapıya zərbə və top. Qapıdadır. Baku Sporting oyuncuları gol vurur. Rinatın qolu. Rinat Kərimli görüşün 4-cü dəqiqəsində topu bu cür qapıdan keçirir. Nihat Verdiyevin məhsullar ötürməsindən sonra gol vurur. Təkrarı bir daha izləyirik. Uzaq küncə. Hüseyin out atışını yerinə yetirəcək. Top uğrunda hər iki komanda meydanın istənilən nöqtəsində mübarizə aparır. Taqverdi. Bünyamin onun top almağa çalışırdı. Taqverdi topu meydanda saxlamağı bacarır. Hakim devam edir. Nihat qapıya zərbə. Top az fərqlə qapının yanından keçir. Qapıdan zərbə ilə İbrahim topu oyuna daxil edəcək. İləriyə doğru ötürmə, qapıya zərbə, Fərmanın zərbəsi qapıcı. Adəm komandasını qollan xilas edir. İkinciden zərbə ilə Bünyamin topu oyuna daxil edir. Qapı istiqamətinə zərbə. 29 nömrəli oyunçunun zərbəsi top qapının üstündən keçir. Ayxan. Belki toplar eləməyə çalışırdı. Rinat
Geriye. Hüseyin. Out. Out'tan. Hüseyin Allah verdiği top oyuna daxil edir. Ayxan yeniden Hüseyin. İçeriye doğru ötürmə. Fərman. Out. Adəm topu meydandan çıxarır və beləliklə ilk hissə başa çatır hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri Baku Sporting Araz Bakı görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. İlk hissədə bir gol vuruldu Baku Sporting'in 9 nömrəli oyuncusu Rinat Kərimli topu qapıdan keçirmişdi. Hələ ki vurulan bu gol görüşdə yeganədir. Nihat top uğrunda mübarizə aparıb, bəli bunu da bacarır qaydanı pozmadan. Bünyamin üçüncüdən zərbə. Araz Bakı üçüncüdən zərbə ilə topu oyuna daxil etməlidir. Bünyamin Nəriman. Arazın 7 nömrəli oyuncusu topu ikinci zərbəsi ilə oyuna daxil edəcək. Ötürmə qapıya zərbə və gol. Hesab bərabərləşir. Nihat Ələskərov topu bu cür qapıdan keçirir. Golun təkrarı bir daha bizlərə təqdim olunur. Bünyamin topu içəriyə ötürür. Hüseyin'dən gəlir ötürmə qapıya. Nihat qüvvətli zərbə indirir. İkinciden zərbə ilə Baku Spor topu qapıya zərbə. Verdiyevin zərbəsi idi. İbrahim topu oyuna daxil etməlidir. Hər iki komanda bir golla yadda qaldı. İkinci hissənin birinci dəqiqəsində hesab bərabərləşdi. Qapıya uzaq məsafədə indirilən zərbə və top bu cür qapıya daxil olur. Elcanın qolu. Elcan Həmidov uzaq məsafədən qapıya zərbə vurur və bu cür qolu izləyirik. Baxırıq təkrara. Elcan aşırma zərbə indirir. Cəlmə zərbəsini Fərman İsmailov yerinə yetirəcək. Məsafə o qədər də uzaq deyil. Hakim bildirir ki, mənim işarəmdən sonra topu oyuna daxil edə bilərsən. 3 nəfər var canlı sətdə. Hakim artıq zərbəyə icazə verdi. Fərman topa yaxınlaşır və az fərqlə top qapının yanından keçir. İkinciden zərbə ilə. Bu dəfə də Bünyamin topu oyuna daxil edəcək. İçəriyə doğru. Ötürmə zərbə və hesab bərabərləşir. Bu dəfə də Nihat Ələskərov standart vəziyyətdən sonra topu qapıdan keçirir. Təkrarı izləyirik. Bünyamin bugünkü oyunda 2 məhsullar. Ötürmə ilə yatdı qalıb, Nihat Ələskərov isə 2 gol vurub. Mərkəzdən Baku Sporting topu oyuna daxil edir. İləriyə doğru ötürmə izləyirik. Artıq oyunun da sonlarına doğru gedirik. Üçüncüdən topu oyuna daxil ediləcək. Rinat ötürmə, qapıya zərbə top. Qapıya daxil olur. Nihat Verdiyev. Bugünkü oyunda bir məhsullar ötürməsi vardı və bir golla yadda qalır. Golun təkrarını izləyirik. İlk hissədə Nihat'ın ötürülməsindən sonra Rinat gol vurmuşdu. Bu dəfə isə əksi olur. Və beləliklə görüş başa çatır hörmətli futbol azarkeşləri hər iki komandaya. Gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçiləm. Araz Bakıdan 7 Bünyamin Nəriman,
Baku Sporting'dən Nihat Verdiyev. Bizə ayrılmış vaxt burada başa çatır hörmətli futbol azarkeşlər. Sağ olun.